Hamiləlik dövründə süd vəzi xərçəngi. Bəli, sizə təəccüblü gəlsə də, süd vəzi xərçəngi qadınların bütün yaş dövrlərində rast gəlinə bilən bir xəstəlikdir və eləcə də bu dövrlər içərisində hamiləlik dövrü də aiddir. Hamiləlik dövründə rast gəlinən süd vəzi xərçəngi çox vaxt gecikmiş dövrlərdə bu problemlə olan xanımlar mənə müraciət edirlər. Buna səbəb onların süd vəzdə olan dəyişkənliyi hamiləliklə əlaqələndirmələri olur və qeyd edeyim ki, hamiləlikdə süd vəzi şişkin, ağrılı və bərk olur. Bu zaman süd vəzdə olan hər hansı bir törəməni əlləmək demək olar ki, qeyri-mümkün olur. Ona görə də hamiləlikdə rast gəlinən süd vəzi xərçəngini xanımlar çox vaxt gecikmiş, irəliləmiş mərhələdə, yəni süd vəzdə olan kütlə çox böyük ölçülərə çatdıqda o zaman hiss edə bilirlər. Buradan sizə tövsiyəm nə ola bilər, əziz xanımlar? Əgər hamiləliyi planlaşdırırsınızsa və yaxud da hal-hazırda hamiləsinizsə və yeni bilirsinizsə, həkimə müraciət eləməyinizi sizə tövsiyə edirəm. Çünki hamiləlik dövründə rast gəlinən süd vəzi xərçəngi həm aqressiv gedişinə görə, həm də müalicəsinin çətinliyinə görə adi hallarda rast gəldiyimiz süd vəzi xərçəngindən fərqlənir. Sağlamlığınıza qarşı biganə yanaşmayın. Əmin olun ki, hətta hamiləlikdə də rast gəlinən süd vəzi xərçənginin müalicəsi var və biz onunla məşğul olub tam sağaltdığımız xəstələrin də sayı kifayət qədərdir. Sağlamlığınıza qarşı hər zaman diqqətli olun.